Esselamu Aleyküm. Bu gördüğünüz şekildeki olacak insan ateisttir. Bəli, ateisttir. Allah'ın kitabını, Kur'an-ı Kerim'i inkar edir ve istehzalar edir. İçindeki ayelerle istehza edir. Peygamberlere ve Allah'ın hükümlerine kinaye ve istehza edir. Bu şekildeki gördüğünüz insan məscidlərə istehza edir. O məscidlər ki, 2-ci Qarabağ müharibəsində ermənilərin əlindən alındı və orada namaz qılınır. O Kur'an-ı Kerim ki, İlham Əliyev o Kur'an-ı Kerimə əlini qoyur, an içir. O məscidlər ki, o məscidlərin içi torpaq olmağına baxmayaraq İlham Əliyev ayaqyalın girdi və orada Allah'a şükür etdi. Bu kimi ateistlər bizim müqəddəslərimizin, bizim qırmızı xəttimizi tapdalayırlar, istehza edirlər. Bu kimi insanları gördünüz, saxladın. Bax, bu adamın şəklini verdim. Həm qabaqda verdim, həm də arxada verdim. Bu insanı görəndə məktəbdə, iş yerində, həyətdə, mağazada və s. olacaq. Harda görsəniz yaxınlaşın və öz etirazınızı bildirin. Mədəni şəkildə, gözəl şəkildə bildirin. Ay ateist, sənin bizlə nə işin var? Sən əgər Allah'a inanmırsan, öz işindir. Əgər sən İslam'a inanmırsan, öz işindir. Sən elə get xaspərəstlərlə uğraş, sən get Yahudilərlə ulaş, onlarla dartış, onlarla öz kanalında qoy, söhbət elə. Mən bu adamın kanalını qoyuram. İndən belə bu adamı izləyək, bir yerdə izləyək, istehzalarını, küfürlərini, bizim dini inanclarımızı istehza etdiyinə görə bunu yığaq və lazım olacaq yerlərə göndərək və bu insan haqqında da tədbir görünsün. Bizim İslam dinimizi lağa qoyur, bizim Kur'anımızı lağa qoyur, bizim məscidləri lağa qoyur, istehza edir. Bu kimi insanlar haqqında ölçü götürülsün. Mən bu adamın səhifəsini qoyuram və hamınız girin, kayıta basın və bu insan haqqında küfürlü, lağ, istehza olacaq filmləri yığaq, lazımı olacaq yerlərə görsədək. Təşəkkür edirəm. Bu din sizin dindir. Ey şiələr, bu din sizin də dindir. Ey hədis inkarçıları, bu din sizin də dinimizdir. Ey əhl-i sünnət, bu din sizin də. Bu səhifəyə baxın, bunu paylaşım eləyin, hamı bunu görsün. Yolda da ədəblə, ərkanla yaxınlaşın, öz etirazınızı gözəl şəkildə, əxlaq şəklində bildirin. Biz İslamda yaşayan insanlar ədəbliyik, ərkanlıyıq və izin verməliyik ki, o məscidlərə siz donuz saxlayasınız. Bəli, sizin amacınız nədir? Məscidlərə getməyin, donuzlar olmalıdır orada. Bayrağımızın üstündəki olacaq İslam rəngini götürmək amacımızın qabağını almaqdır. Kur'an-ı Kerimlə insanları marifləndirməyin, sizin amacınızdır. Ey ateistlər, 70 il olacaq Lenin, Stalin və s. İslamı yıxa bilmədi. İslam yenə cücərdi, böyük bir sürətlə qalxdı, öz bəhrələrini Azərbaycana verdi. Siz İslam dininin qabağını ala bilməyəcəksiniz. Siz Azərbaycan bayrağındakı olacaq, İslam'a aid olacaq dini ayinləri, hökümləri, rəngləri götürə bilməyəcəksiniz. Təzədən o məscidləri donuz saxlaya bilməyəcəksiniz. Müslümanlar birləşsin, bu ateistlərə qarşı gözəl şəkildə bir dəlillər yığsın və lazım olacaq yerlərə göndərəcəyik inşallah. Təşəkkür edirəm. Kanalıma abunə olun ki, İslam düşmənlərini tanıyasınız. Siz bu Kur'an-ı Kerim'i kabul edirsiniz. Kitap
Hə, belə görsənir ki, bax üzündən, gözündən hiss olunur ki, sən sünnət olan birisisən də, uşaqlıqda Allaha inanan birisisən. Əslində pis insana oxşamırsan, amma səni bu yolda alladıblar. Kimlər ki səni alladıbsa, onlara yox denə. Onlarla oturub durma. Sağ olsunlar ki, bəzi ateistlər var ki, sənin şəkilləri bizə atdılar, sənin səslərini də söz veriblər ki, yayımları izləyəcəyik və bunu toplayıb bir yerə lazımı olacaq orqanlara verəcəklər. Yəni, mən sən məsləhət belə eləmə, Allahla savaşma, Azərbaycan millətinin dini ilə savaşma, Azərbaycanın millətinin inanc yeri olan Allahla savaşma, Azərbaycan millətinin inanc yeri, həmişə hörmət etdiyi Quran-ı Kərimlə savaşma. Biz Əhl-i Beyti sevmişik, siz bizi onlardan ayıra bilməyəcəksiniz. Biz məscidləri sevmişik, siz bizi o məscidlərdən, İslam bayraqlarından ayıra bilməyəcəksiniz. Allahu Ekber. Bu insanı tanıdınız. Yenə də deyirəm və altından xət çəkirəm. Bu insanı görəndə yaxınlaşın, deyin, etirazınızı sülh və əminamanlıq içində söyməyin, təhqir etməyin. Heç vaxt. Elə bilin ki, bir qohumunuzdur. Elə bilin ki, bir sinif yoldaşınızdır, bir qardaşınızdır. Bəli, allanıb, bəli, alladıblar. Bəlkə də hansısa bir söhbətə görə İslam dinini, Azərbaycan dövlətinə aid olacaq İslam dini, Azərbaycan dövlətinə aid olacaq məscidləri bəlkə hansısa bir şey qarşılığında satın almışdı. Öğüt nəsiyyət verin. Ümidvaram ki, məni eşidəndən sonra bu məsələni bütün ateistlərə çatdırasınız. Biz inşallah, biz ateistləri belə islah edə ümidvaram ki, biz onları Allahın yoluna qaytara biləcəyik. Təşəkkür edirəm, sağ olun. Qısa olaraq da indi atıbları mənə. Deməli, adam güya ki, naraya iman gətirib, amma halbuki indi qorxur da, yəqin ki, ateist. Güya ki, bu ateist deyil də, naraya iman gətirib və o profildə olacaq filmlər paylaşım eləyir. Burada da səsi... Neyse, qarışdırmayın, uşaq zatdır, ölkə başçısıdır, qatmayın onun söhbətlərə. Neyse, yəni burada söhbətlər olur. Yəni biz səni tanıyırıq, sən ateistsən, olmaz. Çalış bizim Azərbaycan bayrağı ilə işin olmasın, çalış bizim Quran-ı Kərimlə işin olmasın, məscidlərimizdən işimiz olmasın, Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, Əhl-i Beytlə işiniz olmasın. İşin var, get xristiyan yahudilərlə. Əslində heç onlarla da işin olmasın, aydındır. Onlarla da işin olmasın. Onlar bizim dövlətlərdə qalırlarsa, bizim dövlət onlara öz torpağında yer veriblərsə, onlarla işin olmasın. Get, belə bir söz var, get işinlə məşğul ol. Nə işin var? Naraya, ibadət eləmirsən, güya. Gizlənmirsən o naranın dalında. Get özün üçün büt düzəlt, sənə heç nə deyən deyil. Get büt düzəlt, naranın heykəlinə qoy, səhər axşam ibadət eləyin ona. Oldu mu qaqa? Hədis var ki, Fatimə gəlir otağa girəndə onun başını bir yerdə görür. Üstü örtülü deyirəm. Cariyənin bir yerində görür onun başını. Hədis. Aburun getsin Kemal. Zaten bunların məzhəbinə görə o zapadlı o dövrdə icazə əldə o bilirsən. Gəlib heç biri deyə bilməz ki, bunun qadağası var. Bunların hədisləri var, şeyləri var. Nədir bu? Sistani'nin də fətvası var bu barədə ki, yəni baş usal aşağı şükür. Ciddi deyirəm, gülmək üçün demirəm, həqiqətən də ciddi deyirəm. Yoxdursa deyə gəlib sübut eləsinlər ki, yoxdur. Bəli, qardaş, var. Hətta hədisləri var. Deyir, cariyənin bir yerində görüb.
Yoğurt yalayırmış. Üstü örtülü deyirəm. Hədis deyir. Mən demirəm. Mən özümdən uydurmuram. Onun üstündə də qırğın düşdü. Hələ TikTokda bir müddət bir söyüş, nə bilim nə, lənət, nə bilim strelka vermək, nə bilim nə. Yox, Kamal o dövrdə yoğurt varmış ki. Da üstünə getmədə də bəsdir. Zəhmət deyilsə həmin hədisin deyərəm, gələn yayımlarda deyərəm, indi axtarıb tapmaq çətin olacaq. Ancaq var. Mənə atmışdılar, WhatsApp-a da oradan atmışdılar, var. 100% var. Gələn yayımda deyərəm. Onun üstündə burada TikTokda firqələr arasında xeyli qırğın getdi. Niyə qırğın eləyirsiniz ki, qardaş? Dində ikrah yoxdur. İkrah eləmə. Və eləmə. İrəli. Hədisi deyirəm. Mən özümdən uydurmuram ki. Hədisi deyirəm. Nədir ki? Bilmirlər ki, o hədis var. Özləri də bilirlər. Yox, burada. Hə. Mayakat sıvağı var, hə, elə. Nəysə, onların, bax görürsünüz, Ulu Naramın dini bunların hamısından münezzəhdir. Deməli, bu Kamal həddini aşaraq Allah Rəsulunun qızı haqqında, Fatimə xanım haqqında, İmam Əlinin həyat yoldaşı olan Fatimə haqqında, Həsən və Hüseynin anası olan Fatimə haqqında, diriliyində cənnəti qazanan Fatimə haqqında, Əhl-i Beytin daşıyıcısı olaraq, Quran və sünnətdə adı yüksəklərdə olan Fatimə haqqında bu kafir küfrünə baxın. Görün Fatimə anamız haqqında nələr deyir. Olmaz belə. Bu ateistlərə burada həddlərini aşırlar. Bu TikTokda həddlərini aşırlar. Bunlara qarşı tədbir görünməlidir. Gözəl şəkildə, əxlaqlı şəkildə tədbir görülməlidir. Olmaz belə. Bu həddaşmaq deməkdir. Bu müsəlmanların istir hədis inkarçılar olsun, istir şiələr olsun, istir əhl-i sünnət olsun, qırmızı xəttidir. Peyğəmbərin qızı, Əhl-i Beytin özü, İmam Həsənin, İmam Hüseynin anası, İmam Əlinin həyat yoldaşı, müsəlmanların qırmızı xəttini keçirsiniz siz. Kafirlər, həddinizi bilin. Siz doğrudan da kafirsiniz ha. Doğrudan da kafirsiniz siz. Sübhanallah. Xahiş eyləm lütfən hamı yaysın. Hamı yaysın bunu. Hamı yaysın və bu insan haqqında tədbir görülsün. Mən əhl sünnətəm. Mən müsəlmanam. Və şiə deyiləm, amma şiə olmağıma baxmayaraq Əhl-i Beytin tərəfindəyəm mən. Əhl-i Beytin tərəfindəyəm, Allah Rəsulunun tərəfindəyəm, Quran tərəfindəyəm. Bu həddi aşmışlar bizim dinimizə qarşı həqarət edirlər. Lütfən, xahiş edən birləşək. Birləşək bunlar haqqında dövlət tədbir görsün. Bizim işimiz bura kimidir. Biz buradan o tərəfə söymərik sizi, təhqir etmərik. Anamızı, bacımızı, uşaqlarımızı təhqir etmərik, olmaz, yasaqdır. Amma biz bura kimi gələrik, sizi tanıdarıq, sizin haqqınızda məlumatlar verərik. Cəmiyyətə, millətə məlumat verərik ki, bu insanları tanıyın və ətrafınızdakı olacaq insanlar sizə yaxınlaşsın. Yaxınlaşsın, sizə desin ki, nə işiniz var?
İslamdan nə işiniz var? İslam sizin ayak yoluna, tarihte kağızla gedirdiniz. Ayaküstü gedirsiniz. İslam dini bunu size öğretti. Salam verirsiniz aranızda. Elle salam, dille salam. Size ahlak verdi. Budur İslam'a karşı hürmetsizliğiniz. Ağır olsun size. Ayıplar olsun size. Lütfen, lütfen bunu her yerde paylaşım edin. Bunlar hədlərini aşıblar. Heç kəsi söymeden, vurmadan, kesmeden, doğramadan sözünüzü deyin. Sözünüzü deyin bu ateistler artık hədlərini aşıblar. Allahu Ekber. Sovetin dönemindeki olan ateistler indiki ateistlerden qat-qat yaxşıdırlar. Onlar İslam dinine karşı söymürdüler. Muhammed'e, Allah'ın salamı olsun ona ve onun ailesine, kızlarına, arvadlarına təhqir etmirdilər. Sovetin dönemindeki olan ateistler siz əxlaqsız olacaq ateistlerden qat-qat üstündür. Paylaşım edin, abunə olun. Abunə olun kanalıma. Çox adamları ifşa eləyəcəyik. Çox qəzəbliyəm, bəli qəzəbliyəm. Allahu Ekber. Siz bu Quran-Kərimi qəbul edirsiniz. Kitab